Salam əziz abituriyentlər. Təbii ki, bu testləri izah etməkdə məqsəd sizə qarşıdan gözləyən blok imtahanında dəstək olmaqdır. Sualımızın izahına keçək. 11-ci əsrin ortalarında Səlcuq Sultanı Azərbaycan istiqamətinə yürüşə başladı. Şəddadi hökmdarı Səlcuq dövləti ilə müqavilə bağladı. Müqavilənin şərtlərinə görə Şəddadilər Səlcuqlarla birgə Bizans və Erməni Gürcü feodallarına qarşı mübarizə aparmalı idi. Aparsınlar, çox gözəl. Mətndə bəhs edilən Şəddadi hökmdarının Şirvanşah 1-ci Fərruz ümumi cəhəti, yəni Şəddadi hökmdarı və Şirvanşah 1-ci Fərruzun ümumi cəhəti nə olmalıdır? Səlcuqlara tabe olmaqla daxili müstəqilliyini saxlaması. Bax, cavab A bəndidir. Ali hakimiyyətini qəbul etməsi, yadda saxlamaq lazımdır ki, Şəddadilər 1-ci Toğrulun dövründə idisə, amma Şirvanşahlar tabe olanda artıq 1-ci Toğrul hakimiyyətdə deyildi. Alparslan idi 1066-da. İdarə etdiyi dövlətin son hökmdarı xeyr. Qəznəvilərlə müharibədə 1-ci Toğrulun ordusu ilə birgə vuruşması. Xeyr, Qəznəvilərlə Dəndənəkən döyüş olub, 1040-da olub. Amma onların, yəni söhbət Səlcuqların gəlişi deməli 54-dən sonradır, 1054-cü ildə. Şah hakimiyyətdən tamamilə məhrum edilməsi? Xeyr. Biz burada 7-ci suala baxa bilərik. Bircə dəqiqə. Burada biz 2-ci suala baxaq. İkinci sual. İkinci sualda deyir ki, 21-ci əsrin 2-ci 10 illiyi, yəni 2010-dan sonra Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri, yəni biz başqa ölkələrlə 2010-dan sonra hansı iqtisadi əlaqələr qurmuşuq? Təbrizdə konsulluq bu siyasi məsələdir. Yəni iqtisadi məsələ deyil. Ona görə biz birləri çıxacağıq. Bakı Tiflis Qars Dəmir yolunu 2017-dir. Bu təbii ki, xarici iqtisadi əlaqəyə aiddir. Xarici iqtisadi əlaqəyə aiddirsə D bəndində çıxacağıq. Yəni cavabda mütləq 2 var. BMT-nin qeyri-daimi üzv seçilməyimiz, Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz bu siyasi məsələdir. Ona görə olmaz. Bakı, Tiflis, Ərzurum qaz kəmərinin işə salınması bu 1-ci 10 illiyə aiddir. Amma Trans-Anadolu qaz kəməri çəkilməsi 2-ci 10 illikdir. Cavab C bəndi 2018. Deməli 2017 Bakı, Tiflis, Qars Dəmir yol xətti olur. 5 isə 2018-də olur. Cavab C bəndidir. Təbii ki, 3-cü suala baxa bilərik. 13-cü əsrdən tətbiq edilməyə başlamış və Qazan xanın dini islahatından sonra tədricən aradan qalxmış vergi növü. Bu sizin üçün bilirsiniz hansıdır uşaqlar. Hətta saxlayın ki, bu qapçurdur. Qapçurdur. Növbəti sual burada deməli. Bircə dəqiqə. Bu sualı izah edəcəm. 7-ci sual maraqlı sualdır. Düşmə ehtimalı böyükdür. Şah İsmaildən fərqli olaraq 1-ci Təhmasib və 1-ci Abbasın hakimiyyəti dövrləri üçün sərcəyə verir. Yəni 1-ci Təhmasib, 1-ci Abbas öz hakimiyyəti dövründə hansı bir işi görübsə, o Şah İsmailin hakimiyyətində baş verməsin. Avropa dövlətləri ilə diplomatik əlaqə təbii ki, Şah İsmaildə də var, Abbasda da var, Təhmasibdə də var. Bir oxşardır. Şeybanilərlə müharibə aparılması. Bax, Şah Abbas da aparıb, İsmail də aparıb, ona görə 2 də olmaz. Osmanlılarla sülh müqaviləsinin bağlanması, Amasya sülhü Təhmasib imzalayır, ondan sonra 1-ci Sərab və yaxud da İstanbul, Mələn sülhünü görürsünüz ki, 1-ci Abbas tərəfindən imzalanmışdır. Deməli, 3 doğrudur. 3 doğrudursa, D bəndində çıxacaq. 3 doğrudur. Yəni, Təhmasiblə 1-ci Abbasın hakimiyyəti dövrü üçün ortaqdır. Amma İsmailin dövründə Osmanlılarla müqavilə imzalanmayıb. Müharibə başlayıb, amma müqavilə imzalanmayıb. Ölkənin paytaxtının dəyişdirilməsi. Bəli, 1-ci Təhmasib paytaxtı Təbrizdən Qəzvinə dəyişir. 1-ci Abbas da Qəzvindən İsfahana dəyişir. Cavab burada 3, 5-dir.